Mən gəldim. Necəsiz? Nə var, nə yox, nə yenirsiniz? Deməli, mən bu gün biraz gec ayılmışam. Səhərə qədər video işləmişəm. Sonra çinmişəm. Başı sulu yatmışam. İndi də saçım şirevdən qaçıyor olub. Ona görə belə elədim. İndi makyaj eləyəcəm. Bugün gedəcək sizlə bir yerdə, hara hazırlaşın, durun ayağa bir dənə kəndinizə gəlin, silkələnin. Gedirik sizlə bir yerdə Metropola. 19-undan etibarən Metropolda iftar menyusu hazırlanacaq. Biz də bugün ayın neçəsidir, bir də ona da baxım sonra. 17-sidir. Biz də bugün gedirik iftar menyusunu birlikdə dadmağa. Ona görə də hazırlaşırıq. Yüngül bir makyaj eləyirik. Normalda gündəlik mən makyaj eləmirəm. Normal halım budur. Maksimum linza taxaram. Dedim bir fərqlilik olsun, böyle gözəl görsənim gözünüzə. Burada da bir dənə Allah kahretsin nəsə çıxıb. Son zamanlar bilmirəm, buraların nəsə səpir, buram səpir, bilmirəm niyə. Belə. Və Ələkbərdən xahiş elədim ki, Ələkbər ürəyim mənim, canım arkadaşım. Biz gəlmək istəyirik izləyicilərimlə bərabər Metropola və iftar menyusunu dadmaq istəyirik. Buna nə deyirsən? Dedi ki, buyurun gəlin Asiyə xanım, tək YouTube'da siz bizim restoranımızdan bəhs edin. Ələkbərə qeyd elədim ki, dostlar, mən fikirlərimi şəffaf şəkildə deyəcəm. Bəyənmədimsə deyəcəm bəyənmədim, bəyəndimsə deyəcəm bəyəndim. Dedim okeydir, yəni sonra deməyəcəksən bu nədir falan filan bəyənmədim ki. Dedi hə okeydir, yolda tapşırdı orada, dedi ki Asiyə xanım gələcək. Bu arada Metropolda 2 nəfəri iftar menyusu 35 manatdır. Onlara nələr daxildir videoda görəcəksiniz. Metropolun adresi isə Targovda yerləşir. İndi adresdə sizə videoda göstərəcəm. İndi vaxt itirmədən makyaj edeyim, gedək ora. Hava bugün o qədər gözəldir. Sənan maşını parkovka eləyir. Oh, qalın bir şeylər geyməmişəm. Çünki hava çox gözəldir Targovda. Yəni həyat yenidən canlanıyor desəm yeridir yəni. Yaz gəlir. Yaz gəlir, yay gəlir. Canım böyle gəlir dostlar. Gedirik indi Metropola iftar menyusunu dadmağa. Belə. Salam dedə, izləyicilərimə bu nə hörmətsizlikdir. Bu nə hörmətsizlikdir mənim izləyicilərimə qarşı. Sən nə etmək istəyirsən? Dostlar, bir dənə buna bir dənə həddini bildirin yorumlarda. Qızlar çəkirəm ki, özlərini YouTube'da görsünlər. Oo, maşallah, nə qədər adam var Targovda. Günün gün orta çağır. Deməli dostlar, mən bugünkü kombinim göstərim. Gəldik Metropola, indi keçirik içəri. Gəlin. Metropolun adresi dostlar, düz Natavan heykəlinin yanında yerləşir Targovda. Terasda oturacağım mən. Salam. Çox sağ olun. Ay, kimləri görürəm mən. Bizim gələcək. Maç. Ay Allah'ım, kimləri görürüm şoklarında. İllərdir görüşə bilmirik. Dünən axşam bir yerdəydim. Bugün havanı tıkladım Gülnur xanım. Gülnur xanım, necəsiz? Yaxşı, gözəl. Mənim rəfiqəmdir. Artıq illərdir biz dostluq eləyirik, rəfiqəlik eləyirik, ailəvi şəkildə. Səyahətləri gedirik. Bilməm, nə səyahət eləmək sıxıcıdır, yaxşıdır, bəyənirsiniz ya yox? Bilənliyim, hətta ən çox gəzdiyim səyahət yoldaşlarımdan birisən. Bir dəqiqə belə boş. Yoldaşım gün yatdığı üçün oteldə. Bir dəqiqə belə boş dayanmırdıq da təsəvvür edirik. İftar menyusu haqqında danışım sizə Metropolda. Metropoldakı iftar menyusunda nələr var? Məzələrdən hummus, cacıq, pendir, baba qavnoş, biber əzməsi, tərəvəz buketi, şorbalardan seçirsiniz. Ya mərcimək, ya tərəvəz, ya toyuq. İsti yeməklərdən şnitzel, təzə kartofla, ət straqanov, toyuq langeti, kartof püresini bunlardan seçirsiniz.
içkilər, su, çay, kompot, şirniyyata, xurma və ya baklava. Yoxsa ikisi də olur xurma, baklava. İkisi də olur. 2 nəfəri iftar menyusu cəmi 35 manatdır Metropolda. İndi timerdə qoşacağam ki, neçə dəqiqə yeməyimiz gələcək. Bəli. Bəli. Onu gözləyirik də. Onu gətirəsinlər. Suyun dadında deməliyəm, onu izləyəcəm. Tamam, axırda çayla bəli, gözləyirəm. Dostlar, təşəkkür edirəm. 2 nəfər, deməli, isti yeməklərdən bir dənə ət straqanov düyünlə mənə olsun. Həyat yoldaşımın seçimində mən seçmək istəyirəm, yəni yediyim, çünki o zövqlü bir insandır, o mənim zövqümə, məni seçdiyi üçün zövqlüdür və mənim zövqümə inanır. Ona görə də ona şnitzel təzə kartofla deyirəm. Şorbalardan da bir dənə mərcimək. Özünüz nə istəyirsiniz şorbaya? Bəli. Yoxsa şnitzellə bir şorba mı verəsiniz? Hə, bəli. Buradakı kimi iftarda nə? Nə verirsiniz? O verirsiniz. Özəl yox. Yox, müştəriyə nədirsə o. Bizə artıq heç bir şey olmasın. Çünki bəli, təşəkkür edirəm. Və şef povurumuzdaydı bizim. Çox gözəl, dəyərli bu insanın əllərindən olur bu yeməklər. Görə inşallah bizi zəhərləməz. Təşəkkür edirəm. Yəni Burada hər şey şəffafdır. necə Səli bəy? Şorbalardan da mərci. Yəni timer nətər qoşurlar? Timer. Sağda gir. Saat. Aha dostlar, baxın. Qoşdum. Görək neçə dəqiqə iftar menyumuz gələcək. Ayın 19-udur inşallah. Allah qəbul eləsin kim oruç tutacaqsa. Amma mən gəldim iftar menyusunu sizə təqdim eləyim. Öncədən sizin üçün dadmağa. Öncədən sizin üçün dadmağa mən belə şeylərə çox diqqət edirəm dostlar. Yəni qarnımı güdmürəm, narahat olmayın. Bu arada yeməyin hamısını yeyə bilməyim üçün bugün heç bir şey yeməmişəm, vallah billah, heç su belə içməmişəm. 14:47-də hal-hazırda saat. Promo gəlmişik, hazırlaşıb Metropola. Gülnur xanım, gəlin sizinlə biraz səmimi söhbət edəyək. Gəlir maraqlı sual. Bu arada rəfiqəm də blogerdir. Əvvəl bəlkə tanıyanlar, mağazasında olanlar bilər. Gülnur xanımın böyük bir mağazası var idi. Adı İkonomirdir. Dediyinə görə yenidən istəyir İkonomirin fəaliyyətini. Bəli, bir imkan verin mən. Kanal mənimdir də. İkonomirin fəaliyyətini bərpa eləmək istəyir yenidən. Orada da çox gözəl ayaqqabılar olurdu. Hansı ki, nə trend yolda var bu, nə hardasa bunları görə bilmərsiniz də. Mənim qardırobumda, yəni ayaqqabı qardırobumda həddindən artıq İkonomirin ayaqqabı çeşidləri var idi və hamısını da indiyə qədər geyinirəm və çox razıyam. Nə demək istəyirsiniz? Yəni necə bir modellər olacaq? Həqiqətən düşünürsünüzmü? Biz gecə oturub söhbət eləmişdik, prosta indi istədim yenə də. Əslində çox az qalıbdı. Üzərində düşünürük. Yeni modellər də olacaq. Əvvəl sevilən modellərdən də olacaq, amma ən əsası əvvəlki kimi ən öncəliyimiz rahatlıqdır. Qəlblərin rahatlığı. Səndə hətta məsələn var 8 santlıq ayaqqabılar, məsələn geyinəndə heç istəmirsən ki, 8 santlıq orada. Halbuki mənim belimdə problem var. Hə, yəni əsas orada yəni kalıbın önəmli olmasıdır və keyfiyyətin önəmli olmasıdır. Təmiz dəri daha çox işləyəcək bu yeni dönüşümüzdə. İlk öncə onlayn platforma olacaq böyük ehtimal, saytımız yığılır yavaş-yavaş. Daha sonra mağazaya keçid edəcəyik, amma əsas ilk etapda birinci böyük ehtimal bəzi platformalarla da işbirliyi edəcəyik, onları da daha sonra paylaşarıq. Və şəxsi saytımızda yığılır. İkonomirin zaten yəni keyfiyyətini bilən daimi müştəriləri adını eşidən kimi geri dönüş eləyəcək, biləcəklər ki, gözləyirlər də nə qədər ki, müştərilərindən varsa yazsın yorumlarda, mənə pərt eləməyin. Yalandan da olsa yazın ki, hə bizi görək ki, mən çox İkonomir adamım. özünü silteli. Məsələn, İkonomir əslində bir 4 il qabaq bağlanıbdı, amma günü indi də məsələn şəhərdə gəzib eləyəndə hər zaman öz modelimi, yəni bizdə olan modellər ümumiyyətlə Azərbaycanda yox idi. Çünki özümüzün yəni sifarişimizlə Türkiyədə, yəni dizaynerlər tərəfindən çəkilirdi, istehsal olunurdu, öz markamız baskısı vurulurdu, gəlirdi Azərbaycanda satışa çıxırdı. Buna görə də məsələn ayaqqabılarımızı görən kimi anında yəni soruşuram ki, ayağımızdakı ayaqqabının markası nədir? Deyirlər ki, İkonomir. Heyif ki bağlanıb, deyirəm ki, gələcək narahatım. Yadlarına düşür ki, doğrudan siz oradaydınız. Storylər falan danışırdım axı. Deyirəm ki, gələcək inşallah. Yəni günü bu gün də biz ayaqqabılarımızı şəhərdə görürük. Hələ də razıyıq. Hətta neçə də müştərilərim yaxınlaşıb tanıyıblar ki, siz İkonomirin sahibəsiniz. Deyirəm ki, hə,
deyir sizin ayaqqabılar qədər rahatını tapa bilmirik. Yəni hətta deyən var ki, ayaqyalın qalmışıq. Ümumiyyətlə Azərbaycanda normal Ayaqlarını ayaqqabı tələsməyin, bəli. Azərbaycanda normal ayaqqabı sata bilən mağaza demək olar ki, yoxdur. Olanlar belə qiymətlər o qədər aşırıdır ki, yəni çox adamın büdcəsi də çatmır bunu almağa. Yəni biz hər zamanki kimi çox uyğun büdcəyə ən gözəl ayaqqabılar eləyəcəyik yenidən inşallah. Çox az qaldı. Təşəkkür edirəm Günnur xanım. 6 dəqiqə, 7 dəqiqə danışdınız. Videonun 7 dəqiqəsi yəni mən Metropolu reklam eləməyə gəldim. Və sizin ekonomi pulumu atarsınız kartıma 50 manat cəmdiniz. Bir ikinci çox təcavüzkarsınız onu da demək. Təvəzzükarsınız onu da təvəzzükarsınız onu da demək istəyirəm. Bəli, Günnur xanım neçə yaşınız var? 30-31 olacaq. Həyat yoldaşı yəni razısınızmı? Həyat yoldaşımdan yoxsa evliliyimdən? Həyat yoldaşınızdan da evliliyinizdən. Yox, razıyam. Hər şeylə razıyam. Birindən nəsə problem var idi, nəsə hansındansa deyəsən həyat yoldaşım yoxsa evliliyi. Nəsə ikisinin arasında. Yox, ikisindən Dünyalar tatlısı, övladı var, oğlu var, çox şirindir, baldır, amirimiz bizim. Böyüyür yavaş-yavaş, düzdür. Biraz babası kılı. Ən çox yatmağı. Yatmaq yaralayır bizi. Hara bunun əri var ha, hara gedirdi? Gündür gedin özünüz Ağstafaldılar. Gündür özünüz gedin. Dünən danışırıq ki, bir həftə sonra inşallah Misrə səyahətimiz var. Soruşur ki, gedib Misirdə haralar gezəcəksən? Deyir yatacam. Yəni bu adam yatmağa gedir, istirahət yatmaqdır. Bayağı bir arıqlamışdı, indi yenidən kilo alıb. Dünən deyirəm ki, gedirsən də, deyir, yox, mən orada deyir, içib yatacam. Mən deyir, axotum var, deyir, düşün basenə. Gündür deyir ki, basenin qırağında yatarsan da, adam bütün günü yatar, Alaçatıya getmişik də, yəni 2 dəfə getmişdik də. Benim değil ya bu eşimin. Evet. Qoy yeməyi reklam edeyim istəmirəm. Təşəkkür bilirəm. Çox Kaymeri görsəd. Kaymer 5 dəqiqə deyir. Yo, bu başqadır. Bizə nə? Bilirəm bu yoldaşımız zakazıdır. Bu risottodur. Yoldaşım sifariş eləmişdi. Sənan çox acdı. Belə bir risotto sifariş elədi. Düydü. Xanım video çəkirəm axı. Başım, yəni yoldaşı Alaçatıya getmişik, təsəvvür edin. Hamı birinci dəfə, siz də birinci dəfə getmişsiniz. Birinci dəfə getmişik. Yəni adam istəyir ki, ancaq leşi getsin yatırsanlar. Çünki 8 günüm var və biz Alaçatıya sanki siz və mən getmişdik də. Sən ailəm və mən. Təsəvvür edin ki, ancaq bu adam yatır da. İnsan nə qədər yatar? Yəni bütün günü yatar insan, ilahi. Hovuza gedirik, yatıb elmir. Yeməyə gedirik, elmir. Axşamlar bir dənə dururdu, əyləncə. Oradan da gəlir, səhər ancaq özümüz gedirdik də. Yəni başımıza belə bir oyun açmışdı. Amma nəyi var dincəldi də orada, yaxşı yuxusunu aldı. Ancaq da Gülnur mən yatıram. Bu arada Ağstafaldılar və Ağstafalları salamlayıram. Amma çox qonaqpərvərdilər. Təsəvvür edin. Bu arada Novruzda Ağstafaya getmirik. Biz orada olacaq bir 10 gün. Boş olsan da. Bəlkə də ola bilər, yəni fikirləşə bilərəm. Yəni gözəl təkliflər olsa, bir kartıma 100 manat gəlsə bəlkə çıxaram. Sənə 1000 də qurbandı. Təşəkkür edirəm. 1000 qurbansa bu dəqiqə kartı. Şimdi dostlar, Ağstafalları buradan yendirəm, salam deyirəm. Həqiqətən nə vaxt evlərinə getmişiksə, özləri evdən çıxıb evi bizə verib gediblər, qonşuda qablar. O Ağstafallar həqiqətən çox mehriban, çox qonaqpərvər, yəni çox sabrımlı, müasir, insan sevən, yəni 80 yaşda nənə var idi. Yəni vururdu da rumka-rumka. Heç kim də ona pis baxmırdı. Biz tərəfdə onu eləmək olar, masallıda onu eləmək olar. Adam bizə niyə yərlər? İlin, əsrin, da bildiklər, özünüz yazarsınız. Yəni çox mehriban, bəyləri, nə bilim, xanımları, həm qonaqpərvər, həm mehriban. Yəni o qədər yaxşılar. Oğlanlar bizi ayrı qonaqlıqlarda dostlarımız aparırdı, qızlar ayrı aparırdı. Yəni çox qəşəngdir də. Ona görə sevirəm sizi, əziz Ağstafa xalqı. Yaxşı ki varsınız və çox gəzməli, görməli yerləri var, dadlı yeməkləri var. Yəni yenə restoranlar açılıb orada yenə.
Yenə gedərəm. Yəni Novruzu sizinlə keçirmək, orada vlog istəyirsinizsə dostlarımla, Ağstafada vlog istəyirsinizsə, zəhmət olmasa bu videonu like edin, Yorumlara yorum dəstək yazın. olun, Novruzda gəlsin. Abunə olun ki, Novruzda mən gedim Ağstafada Novruz bayramı keçirdim. Baxın da indi mənə İsmaildən də təklif gəlib bu arada. İndi İsmail Ağstafa baxacaq da. Yarışsınlar. Daha çox yorum hardan gəlsə ora. Hə, daha çox yorum hardan gəlsə, ya İsmail'i ya Ağstafa orada gedib Novruzu sizinlə bir yerdə keçirdəcəm. Səncə İsmail'i yoxsa Ağstafa bir yoldaşımın fikrini alın? Forever Ağstafa. Baxaq da. İsmail'i də Aytəngillə keçirdəcəyik. Ağstafaya geçsək Gülnur Güllə. Ölümlərlə. İsmaillidə olar, Ağstafada olar, amma gəl bu səfər ölümlərlə keçirlər. Ölümlərlə. Ağstafalılar təbii ki. Dostlar, bu arada 9 dəqiqədə yeməyimiz, yəni 9 dəqiqədə hələ iftarımız, yəni cəmaət su içdi, xurma heç olmasa o gələrdi, xanım xurma ilə suyumuz gələrdi, biz mədəmizə nəsə girərdi, biz cəmaata deyək ki, bu iftar menüsüdür bana bu. Kəsməyəcəm, Allah haqqı kəsməyəcəm. Mən Ələkbəri demişəm ki, mən şəffaf olacam, mən orucam hə bu dəqiqə. Mənim orucum indasılmalıdır. Mənim orucum indasılmasa su ilə xurma yoxdur, toşdu. Zarafat edirəm bu arada, prosta təntidi xanım elə bilir ki, videoda hamısı birdən gəlməlidir ki, mən video çəkim, normalda həqiqətən qabaqcadan gəlir. Yəni hər il biz burada iftar menüsünün dadına baxırıq belə. Bir də hələ iftarın əslində açılmağına var axı. Ona görə hazırlıqlı da deyirlər biraz. Bəli, 2 gün hələ var. Gün ayın 17-si. Yeməyiniz necədir Sənan bəy? Yaxşı, yaxşı. Bu çəkim səndən. Sənan özünə risotto deyib toyuqla, yanında da belə bu xarici yemədir, bu dədə baba milli akruşkamızdır. Yəni akruşkaları həddindən artıq dadlıdır, yemələr də dadlıdır. Çörəklərin özləri burada hazırlayır. İsti gəlmişdi. Hə, isti gəlir. Akroşkanın dəbə mən salmışam. Hə? Akroşkanın dəbə mən salmışam. Hə, düzdür. Bütün 145 kişilərdə akruşkanı Sənan bəy dəbə salıb. Dostlar, video bağlanan kimi Sənanın risottosu ilə toyuğundan yedim. Həqiqətən çox dadlıdır da. Ləzzətdir, ləzzət dünyanın bir anıdır da. Yəni əllərinə sağlıq aşpazım. Bu arada 2 dənə belə xurmamız gəldi. Yanında su. Mən də qayda qanuna riayət edib bir an. Allah qəbul etsin. Çox da stopdur. Siz sadəcə kriminal iftaritelərsiniz. İftaritet nədir? Bu il tutasan oruç. İstəyirəm. Görək Allah qoysa. Keçən il oruç tutmamışdım. Oruç tutanlardan daha çox mənə iftar qonaqlığı gəlmişdi. Utanırdım getməyə ki, oruc olmuyor. Deyə də bilmirdim ki, oruc ona görə keçən Mən il tutdum, düzdür tutmamışam. İndiyə qədər heç vaxt tutmamışam. Keçən 2 gün tuta bildim. Amma onu da deyim ki, yəni bu il amma tutmaq bizə köçək. Hə. İlk köçdüyümüz il oruç tutacam ki, onu tutdum. Anda qəşəng oldu. Keçən lama vaxt olmadı. Bu il inşallah Allah qoysa tutmaq istəyirəm, baxaq. Amma oruçluqda mən burada deyiləm, şurası deyəcəm. hə, O da var. sən 8 günlük Misir səyahətindəsən. Məsələn, xanım, haralar məsləhət görürsən orada? Mən Şarm Şeyxdə olmuş biri olaraq məscidə getməyi bizi tövsiyə eləyərəm. Daha safariyə gedə bilərsiniz, kvadrotsikllara gedə bilərsiniz, sualtı divingə gedə bilərsiniz, dayıgilə gedə bilərsiniz. Və otel qəşəngdirsə, əlbəttə ki, oteldə full istirahət eləyərəm, deşarj olaram belə. Bəs orada məsləhət gördüyünüz restoranlar? Orada elə bir otelin içərisində Yox, oldu, mən otelin elə bir içində şey yox, kənarda restoran görməmişəm. var. Aha, Farşa. Farşa var. Farşa, hansı ki mən Farşadan başqa da nəsə biri də salmışdım. var idi, səhv eləmirəmsə. Farşanın yanında Santorini küçəsi var, orada da şəkil çəkdirə bilərsiniz. Mən ən birinci 2019-da getmişdim, səhv eləmirəmsə Misirə. Biz gedəndə təyyarədə bir dənə olsun Azərbaycanlı yoxdur. Ümumiyyətlə təyyarədə bizdən başqa adam yox idi. Bir də ən axırıncı sıralarda 1-2 nəfərdə onlar da xaricidir. Təyyarə bomboş idi.
4 saata falan gedirsiniz və biz necə oranı reklam eləmişdimsə, mən şəxsən öz adıma danışıram. Mən oranı necə reklam eləmişdimsə, hamı elə bilirdi ki, Misir nə bilim müharibə ölkəsidir, nə bilim orada çox pisdir vəziyyət, yəni orada insanlar getmək falan. Yəni hamı təhlükəli kimi Misiri görürdü. Yəni ətrafımdakılar belə deyirdi ən azından mənə. Mən YouTube videolarına baxıram hər zaman. Harasa getməmişdən öncə bir neçə araşdırıram YouTube'da, TikTok'da, sonra gedirəm. Yəni ora haqqında hara gedirəmsə oralar haqqında bir məlumatlar əldə edirəm. Zametkamda not alıram, sonra gedirəm. Misirə də elə getmişdim, Lixos'da qalmışdıq. Lixos Seagate'də qalmışdıq. Çox gözəl idi otelimiz. Keçən il səninlə gedəndə də Radamis'də qaldıq, Lixos Radamis'də. O da çox gözəl idi. Və onu deyim ki, biz ora gedəndə Farşada da heç kim yox idi. Mən onu YouTube'dan bir vlog, bir YouTuber'ın səhifəsində görmüşdüm ki, Farş adında bir yerə gedir, heç kim yoxdur, amma çox gözəldir, işıqlıdır, qırmızı işıqlarla falan. Mən də 2019'da ora getmişim. Oradan bir dənə post paylaşdım günü. Yəni postum viral oldu, videom viral oldu Instagram'da. Hamı Misirə axın elədi. Yəni Misir bugünkü gün turizmi ayaqdadırsa, bu qızın sayəsində də Farşa bugünkü gün Farşa sənə faiz verməlidir. Bəli, tıxlımsa saat cəmaət gün orta 2-dən 3-dən getsə ki, bu keçən il biz 3-dən getmişdik, axşama qədər orada olmuşduq ki, Lijur'dən çəkiliş eləyib. Elə mənim sayəmdə 6-dan sonra da adam qoymurlar içəri bu arada. Yəni Misirin mən qaldırmışam. Misir ölkəsini mən qaldırmışam. Yaxşı, restoranlardan əlavə orada elə bir yerlər ya, elə bir ləzzətli Bir bir şey var mı Kleopatra'da ki? bir də mən. Bəli. Orada məsələn nəyə məsləhət görərsən ki, iminə get filan yerdə filan şeyin dadına bax, belə bir şey var mı məsələn, maraqlı? Yox, şeylərdə ekskursiyalarda məsəl üçün gedirsən kvadrotsikl sürməyə. Orada məsələn dayananda istirahət köşələri olur. Orada bir dənə şey verirdilər. Şirin çay verirlər belə öz çaylarıdır, amma bildiyimiz özlərinə məxsus bir şeydir, amma şirin çaydır, bildiyimiz şirin çay. Belə ondan bol içirəm, belə qəşəng. Yəni özlərinə məxsus bir şey görməmişəm. Yəni ağız dadıma uyğun, ancaq bizim öz yeməklərimiz, türk yeməkləri, bir də Rusların yeməklərini, Gürcüstan, Rus yeməklərini çox sevirəm. Mənim ağız dadıma, o birisi istiyotlu, ədvalı şeyləri sevmirəm. Bəli, 18 dəqiqə dostlar. Şu anda 19 dəqiqə və 19 dəqiqə artıq bizim yeməklərimiz yavaş-yavaş gəldi. Göstərəcəm indi sizə. Ben getdim, birazdan gələcəm. Yaxşı. Bu bizim 2 nəfərlik belə setimizdir. Hansı ki iftar menüsü burada 35 manatdır. Bu humusdur. Belə göstərim, humus. Bu nədir bu? Cacıqdır deyəsən. Bunların adını bilmədim. Bu nədir? Bu nədir, bu nədir? Baxaq burada, baxaq. Biber əzməsi, baba qanuş, cacıq, humus, pendir. Görürsünüz də dostlar. Belə suplarımız da gəldi. Bir dənə tərəvəz, birazdan bir dənə tərəvəz, bir dənə tərəvəz supu dedik. Bir də mərci supu dedik özümüzə. Yanında belə bizim çörəyimiz, isti çörəyimiz özləri hazırlayır. Bu da belə atışdırmalıqlardır. Bu dostlar, baxın. Bu bizim mərci supumuz, bu bizim meyvə suyumuz. Mən elə bir dənə meyvə suyu gəldi, biraz yaxın gəl, zəhmət olsun, səsimi eşidilsin. Deməli, bizim meyvə suyumuz, məndə tərəvəz supu gəldi bir dənə mərci. Sonra belə tərəvəz buketi, yanında da belə məzələrdir, pendirdir, xiyar pomidordur, göyərtidir və belə bir şeylərdir. Bundan da, məsələn, bunun belə dadına baxırsınız da. Ürəyim gedir humus üçün. Ən sevdiyim məzələrdən biri humusdur mənim, noxud əzməsi. Biraz supları çəkək, bu mərci supu belə gəlir müştərilərə də.
Yəni mənə özəl bir şey deyil. Bu da mənim tərəvəz supumdur. Belə. İndi dadına baxmaq istəyirəm. İlk öncə bir tərəvəz supunun dadına baxacağım. Bilinir ki, indi hazırlanıb. Axtım yandı. Taptaze. Çox dadlıdır. Normalda su sevmirəm, normalda içmirəm. Amma metropolun supları bir başqadır həqiqətən. Çox dadlıdır. Bəyəndim. Bir də mərcində dadına baxın. Tatlıdır. Çox tatlı. 2 nəfərlik iftar menüsü burada. Metropolda cəmi 35 manat. Və dostlar, mənim yeməyim gəldi. Baxın, düyü straqanov. Belə çox tatlı görsənirəm. Digər yeməyimiz gəlir şnitzel, kartuşka ilə. Belə. İndi də bunların dadına baxacağım. Dedim, qoy özümdə göstərim, baxın. Yanında belə göyərti, düyü və ət straqanov. Bu da qarşı tərəfin yeməyi. Bu da şnitzel. Çox dadlı görsənir kartuşka. Yəni bu 3 dənə yemək varsa menyuda, onlardan birini seçirsiniz. 2 nəfərlik menyu cəmi 35 manatdır. Məsəl üçün burada seçirsiniz, məsəl üçün hansı isti yeməkləri istəyirsinizsə, siz və sizin yanınızdakı gözəl insan seçir. Bir dənə də şorba seçirsiniz. 3 dənə çeşidi var. Cəmi 35 manatdır. Belə göstərim. Nuş olsun bizə. Getdik. İlk hava uğurlayıram. Götür. Bravo beləsi. Sən? Bu ət straqanov mənim ən sevdiyim yeməklərdəndir. Ay Allah, necə tatlıdır. Dəhşət. Göz haqqımızı halal yeyin için qorudursa, bu videoya ancaq axşam baxan yeməkdən sonra həddindən artıq çox dadlıdır. Bura gəlsəz, bunlardan yesəz, bir şey var, indi mən də qışqıracım. Bunda dadına baxın. İtalyanlar deyir bellissimo. Kartuşkalardan möhtəşəm. Onsuz da 145'lerdeki bütün yeməkləri sevirəm. Amma iftar menüsünə ayrıca bayıldım. Həqiqətən çox dadlıdır. Yenə deyirəm, oruç tutanlar varsa göz haqqınızı halal edin. Xahiş edirəm, söyməyin məni. Mən acı olanda çox iştahla yeyirəm. Normalda da çox iştahla yeyirəm. Acı olanda ekstra iştahla yeyirəm. Buranın yeməklərində iştahsız yemək günah olar. Həyatım buranıdır. Bir də bu düyü var ya, belə sadə. O qədər sevirəm ki, belə sadə düyünü. Hər gün yesəm, bezmərəm də, o qədər sevirəm. On üzerindən 100 puan aldım Metropol məndən. İftar menüsünə görə. Bu arada Metropol 145
24 saat işləyir, 24 saat. Yəni səhərə yaxın da gələ bilərsiniz, 4-də də gələ bilərsiniz, 5-də də, saat 6-da da, 7-də də 24 saat işləyir Targovdakı Metropol. Və dostlar, indi isə iftar süfrəmizin son məqamı olaraq, baxın, belə bir paxlava gəldi. Görürsünüz də paxlavanı. Və belə hərəmizə bir stəkan çay və hərəmizə belə bir stəkan çay. Buranın çayı amazing. Və paxlava, paxlavanın mütləq dadına baxmalıyım, yoxsa küsəltmə, yəni buradakılar məndən küsəllər. Babamın da kakasına Oğuz gəlir. Göz yaxın gəlir, səsində işitməyəcək. Həm baxırıq danışandan sonra. Şunda da deyəsən. Ayda buranın çayı dəhşətdir, çox dadlıdır. Bir çay bu qədər mi dadlı olar? Özü Dədə Baba stəkanlarında. Paxlavanı da bəyəndim. Həqiqətən super. Sən yeyəsən paxlava cünnür. Bir stəkandan artıq da çay vermirlər, onu da deyeyim. Bir stəkandan sonra deyəcəklər, durun, şotozu verin, gedin. Ona görə əlavə çaynik sifariş eləyin özünüzə. Çünki buranın çayı həqiqətən çox dadlıdır. Bir də çay menyularını da artırıblar, fərqli çaylar da var. Fərqli çay menyuları da var, indi kağız yoxdur. Boşum dostlar. Və beləliklə dostlar, videonun sonuna gəldim. Əgər videonu bəyəndinizsə və belə dadımlıq videolar istəyirsə, belə harasa gedeyim, yeməklərin dadına baxım istəyirsinizsə, zəhmət olmasa videonu like edin, yorum yazın, fikirlərinizi yazın. Xahiş edirəm, Ramazan da oruç durdu, qarğış eləməyin, söyləməyin məni. Bu kontent olsun deyə çəkilmiş bir videodur. Göz haqqınızı halal edin, videonu like edin, yorum yazın və kanalıma mütləq abunə olun. Yenə deyirəm, hər videoda olduğu kimi 70 minlik səhifəmə bağladıqları üçün nəysə, buralardan düt getsin. Yeni bir səhifə açmışam, yeni bir həyat. Ona görə də follow eləyin, abunə olun ki, mən də həvəslənib maraqlı videolar çəkim. Bugün Metropol 145-də olduq. İftar menyusunun dadına baxdıq. 2 nəfərlik menyu cəmi 35 manatdır. Səhifələrin aşağı qeyd eləyəcəm. İstəyənlər rezerv edib öncədən gələ bilərlər. Yeməklərin hamısını çox bəyəndim. Hamısı təptəzə, belə ağız dadıma uyğun, tam kıvamında, isti və ləzzətli şəkildə gəldi. Dadına baxdıq bir yerdə. Əgər siz də Metropol 145-ə gəlmək istəyirsinizsə, səhifələrini aşağı qoyuram. Əgər gəlmişsinizsə, dadına baxmısınızsa, bu videoya baxandan sonra yorum da yazın. Kimlər gələcəksə, onlar da yorum yazsın. Gəlib dadına baxıb, yəni mənim videomdan sonra gəlib dadına baxanlar da təzədən yorumlarda gözləyirəm, təzədən girib yorum yazarsınız. Belə. Dəstəyiniz üçün sonsuz təşəkkürlərimi bildirirəm. Videonu dediyim kimi like eləməyi, kanalıma abunə olmağı, yorum yazmağı unutmayın.